Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam hörmətli izləyicilər. Günün ən vacib və diqqət çəkən xəbərlərini sizə təqdim edirik. İran Hind okeanında ABŞ-Britaniya bazasına ballistik raket zərbələri endirib. Ölkədə səhiyyə sahəsində dəyişikliklər davam edir, təbibin fəaliyyəti ilə bağlı yeni islahatlar gündəmdədir. Sürücülərin diqqətinə martın 23-dən etibarən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq. Bizi izləməkdə davam edin. İran hakimiyyəti Hind okeanında Diego Garcia adasında yerləşən Böyük Britaniya ABŞ birgə bazasına 2 ballistik raket atıldığını təsdiqləyib. Oxu Az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə bu buraxılış ABŞ ilə münaqişədə əhəmiyyətli addım hesab olunur. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı mühüm fərman imzalayıb. Sənədə əsasən əhalinin icbari tibbi sığortası sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏSM) verilir. Fərmana uyğun olaraq, icbari tibbi sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Yeni qurum icbari tibbi sığortanın tətbiqi, maliyyə vəsaitlərinin idarə olunması, tibbi xidmətlərin maliyyələşdirilməsi və əlilliyin müəyyən edilməsi kimi əsas funksiyaları özündə cəmləyəcək. Eyni zamanda dərman təminatı səlahiyyətləri təbibə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə ötürülür. Yeni agentliyin idarə olunması 5 nəfərlik idarə heyəti tərəfindən həyata keçiriləcək və keçid dövründə mövcud qurumlar fəaliyyətini davam etdirəcək. Oxu 24com xəbər verir ki, icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevə həvalə olunub. Hökumət mənbələrindən Modern AZA verilən məlumata görə, səhiyyə sahəsində islahatlar bununla yekunlaşmayacaq. Belə ki, növbəti mərhələdə tibbi ərazi bölmələrini İdarə Etmə Birliyinin Təbib Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsinə baxıla bilər. Bu istiqamətdə müzakirələrin getdiyi bildirilir. Xatırladaq ki, bir müddət əvvəl birləşdirmə ilə bağlı suala cavab verən Səhiyyə Naziri Teymur Musayev səhiyyə sahəsində mərhələli şəkildə islahatların aparıldığını bildirmişdi. Qeyd edək ki, təbib 2018-ci ildə Prezident fərmanı ilə yaradılıb və hazırda səhiyyə sistemində əsas icraedici qurumlardan biri kimi fəaliyyət göstərir. Prezidentin 13 may 2022-ci il tarixində imzaladığı fərmana əsasən, təbibin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət müşahidə şurası həyata keçirir. Təbibin müşahidə şurası icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədrindən, Səhiyyə Nazirinin müavinindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinindən, Agentliyin idarə heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılıb. Nəzərə alsaq ki, icbari tibbi sığorta üzrə Dövlət Agentliyi artıq ləğv edilib, onun sədri isə səlahiyyətlərini itirib. Onda təbibin müşahidə şurasının yenidən formalaşdırılacağı məsələsinə baxılması gündəmdə olacaq. Hətta deyildiyi kimi, təbibin Səhiyyə Nazirliyinə birləşdirilməsi də gözləniləndir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası VUF 13 ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə cari təmir işləri həyata keçiriləcək. Oxu Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan işlərin bayram günlərinə təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılıb. Bu çərçivədə paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 08-dən 30 mart 2026-cı il saat 22:00-dək təmir işləri aparılacaq. Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq. Məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək. Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151.849 kvadrat metr təşkil edir.
təmir aparılacaq küçə və yolların siyahısı. 1. Heydər Əliyev prospekti, Ramstor körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək. 2. 8 Noyabr prospekti, Yusif Səfərov küçəsindən C. Naxçıvanski adına hərbi liseyədək. 3. Ziya Bünyadov prospekti, metronun 20 yanvar stansiyasından Koroğlu qovşağınadək. 4. Babək prospekti, Ramstor körpüsündən Lütfizadə küçəsinədək. 5. İnşaatçılar prospekti, İzmir küçəsindən Hüseyin Cavid prospektinədək. 6. Tbilisi prospekti, Abbasqulu Ağa Bakıxanov küçəsindən metronun 20 yanvar stansiyasınadək. 7. Nəriman Nərimanov prospekti. 8. Bayraq meydanına gedən yol, Azneft meydanından Əhəd Yaqubov küçəsinədək. 9. Hüseyin Cavid prospekti, Abdurrəhim bəy Hağverdiyev küçəsindən Mikail Müşfiq küçəsinədək. 10. Abbas Mirzə Şərifzadə küçəsi, Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək. 11. İzmir küçəsi. 12. Koroğlu Rəhimov küçəsi, Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək. 13. Fətəli xan Xoyski küçəsi, metronun Gənclik stansiyasından Əliyar Əliyev küçəsinədək. 14. Atletlər kəndinə gedən yol, Heydər Əliyev prospektindən Xəlil Rıza Ulutürk küçəsinədək. 15. Samyan şosesi, Bibi Heybət məscidindən Bakı kənar dairəvi yolunadək. 16. Bakı dairəvi 1 avtomobil yolu. 17. Zığ şosesi, beton yol. 18. Abbasqulu Ağa Bakıxanov küçəsi, İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək. 19. Rəşid Behbudov küçəsi, Neftçilər prospektindən Abbasqulu Ağa Bakıxanov küçəsinədək. 20. Yusif Səfərov küçəsi. 21. Üzeyir Hacıbəyli küçəsi. 22. Zərifə Əliyeva küçəsi. 23. Mehdi Hüseyin küçəsi, Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək. 24. Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsindən Mehdi Hüseyin küçəsinədək. 25. Vaqif küçəsi, metronun Gənclik stansiyasından Səməd Vurğun küçəsinədək. 26. Səməd Vurğun küçəsi, Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək. 27. Pirşağı Bilgə avtomobil yolu, Pirşağı hövzəsi üzrə qəbul edici kanalizasiya kollektorunun tikintisi layihəsi. 28. Təbriz küçəsi, Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək. 29. Bibi Heybət şosesi. 30. Azər Məmmədov küçəsi, Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi. 31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi. 32. Mərdəkən qəsəbəsi, Sergey Yesenin küçəsi. 33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi. 34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi. 35. Qala 4 yol ayrıcından Zığ Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə. 36. Qala Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol. 37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi. 38. Novxanı Pirşağı yolu. 39. Xırdalan dairəsi Binəqədi yolu. 40. Balaxanı Binəqədi yolu. 41. Binəqədi Novxanı yolu. 42. Lokbatan Güzdək yolu, 1-9-cu kilometr. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Məlumatda qeyd olunub.